çalışırsınız. Günlərim demək olar ki, Cənub sonrası üzrə operatör müxbir olaraq siz təyin olunursunuz. Bakıda çalışırdıq inşallah. İndi idarə yönətdik sizin sənəti bura. Sizi təbrik edirəm. Minnətdarım, çox sağ olun. Uğurlu olsun. Mən onu da bilərəm ki, mən 34 ildir bu sahədə çalışaram, amma yalnız dövlətimizə xidmət edirik. Cənab Prezidentin məqsəd yönlü siyasətini təbliğ edirik. Onun verdiyi sərəncam və qanunlar var ki, onların yerlərdə icra olunmasına nəzarət. Özü deyir ki, Cənab Prezident ictimai nəzarət zəifdir. Deyir, dözülməz məsələlər var ki, siz jurnalistlərin o çəkilişindən baxıram, həqiqətən də həqiqətə uyğun olur. Mən onun deyir, sırazı icrasını edirəm. Mən elə başa düşürəm sizdəki, yəni bu Cənub zonasında bu missiyanı üzərinizə götürürsünüz. Deməli, buna layiq adamsınız. İnşallah bunu da axıra çatdırarsınız. Yeri gəlmişkən, mən buradan hər bir kəsə səslənirəm ki, bizim YouTube kanalı var ki, 4-cü hakimiyyətin kamerası QTV qəzet olaraq 2003-cü ildən Ədliyyə Nazirliyində qeydiyyatını keçibdir. Amma onun əznində Kanal 8 eldir, bir də Haqq Səsi TV1. Haqq Səsi TV1 yalnız bizim xidmətimiz dövlətimizədir. Bizim harada getsək, yəni Daxili İşlər Nazirliyidir, hər bir yerdə tanınır, mətbuat xidmətidir. Yəni bizim zəhmətimizi bilirlər ki, dövlətçilik üçündür. Siz də bu yolda sizə uğurlar arzu edirəm. Təşəkkür edirik. Biz gənclərə bu şəraiti yarattığımız üçün minnətdarıq. Sağ olun. Allah var eləsin. Həmişə belə nəsər deyərlər ki, işimizin nailiyyətin belə məqsəd yönlü olaraq belə irəliləyişini görək. Onu da sizdən inşallah mən bilirəm ki, az müddət öncə nə vaxt bir-birimizi tanıyırıq, işləyirdində. Amma bu günlərin Cənub sonrası üzrə siz yeni təyin olmuşsunuz, uğurlar arzu edirəm. Bizə də bizim redaksiyada şərait yaradan məmurlara da, icra hakimiyyətləridir, onların nümayəndələridir, onlara təşəkkür edirik. Şəraiti yaratsınlar. Sağ olun, var olun. Mən Məhrim Uvelxan, 4-cü hakimiyyətin kamerası, QTV, Haqq Səsi TV1-in rəhbəri olaraq bu fikri dedim. Eşidənlər də, dinləyənlər də sağ olsun. Sağ olun.